Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bidətləri qadağan edərək demişdir: yeniliklərdən çəkinin. Şübhəsiz ki, hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir. Son zamanlar qəbirstanlıqda xütbə vermək o qədər artıb ki, insanlar bunun sünnə olduğunu güman edirlər. Peyğəmbərimiz buyurmuşdur: bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur. Sünnəyə əsasən qəbirstanlıqda qısa şəkildə və bunu da adət halına gətirmədən nəsihət etmək icazəlidir. Ancaq dəfn bitdikdən sonra ora toplaşıb məsciddə xütbə verirmiş kimi ab-hava yaratmaq bidətdir. Peyğəmbərimiz buyurmuşdur: qəbirləri ziyarət edin, çünki o sizə ölümü xatırladır. Dəfn mərasimində insan anlamalıdır ki, bir gün mən də ailəmi və var dövlətimi tərk edəcəyəm. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir: ölünün arxasıca 3 şey gedər: ailəsi, malı və əməli. İkisi geri dönər, biri isə onunla qalar. Ailəsi və malı geri dönər, yəni dəfn edib qaydarlar. Əməli isə yanında qalar.